Mən uşaqlarda şəkərli diabet haqqında məlumat vermək istəyirəm. Şəkərli diabetin uşaqlarda bir neçə növü görünsə də, ən çox ortaya çıxan tip 1 və tip 2 şəkərli diabetdir. Hər ikisinin klinik əlamətləri bir-birinə bənzəsələr də, əmələ gəlmə səbəbləri müxtəlifdir. Tip 1 diabet uşaqlarda mədə-altı vəzdə insulin əmələ gəlməsi prosesində yaranan problemlər nəticəsində ortaya çıxır. Qanda şəkərin miqdarı yüksəlir. Bu, ən çox yeniyetməlik dövründə özünü göstərsə də, az yaşlı uşaqlarda da rast gəlinə bilər. Tip 2 diabet isə düzgün qidalanmama, artıq çəki, hərəkətsizlik və genetik ola bilər. Bunların klinik əlamətləri qanda şəkərin miqdarı artdığı üçün yanğı hissi, yəni çox su içmə, çox yemələrinə baxmayaraq çəki itirmə, tez-tez sidiyə çıxma, gecələr sidiyə qalxma və fərqli əlamətlərlə özünü göstərə bilər. Buna görə də əgər uşaqlarınızda bu əlamətlərin hər hansı birini hiss eləyirsinizsə, mütləq uşaq endokrinoloquna müraciət etməlisiniz və vaxtında qoyulmuş diaqnoz nəticəsində qan şəkərini tənzimləmək və xəstəliyi düzgün şəkildə idarə etmək mümkündür.